Diləyirəm üzərinizə salamatlığı təslimlə. Ey İbrahim oğulları, Adam oğulları. O kəslər ki, bizləri izləyirlər, Allaha tərəf meylləri var. Sizin də üzərinizdə Allahdan sülh, əmin-amanlıq, rəhmət, bərəkət diləyirəm. Bəli, Allahın izni və yardımı sayəsində, şükür olsun Allah, Allah izin verdi. Yəni bir gün də yaşamağı, belə deyir ki, bu gün də izin verdi bu yayıma çıxmağı. Şükür olsun Allaha sonsuz sayda, sonsuz qədər. Bəli, inşallah saat İbrahimlərin vaxtı ilə, İbrahim oğullarının vaxtı ilə 15:00-dan inşallah, yəni ki, artıq bir dəqiqədə keçib, 16:00-a qədər sizin qarşınızda mən, yəni özümü təqdim edim. İbrahimlər Şurasının üzvlərindən biri olan, Allah rəsullarından biri olan Nadir əleyhissalamın biyyəti Zahir İbrahimoğludur inşallah sizin qarşınızda. Və ilk öncə yenə də inşallah bu mübarək Qurandan yəni tərtib olunmuş İbrahim oğullarının tərtib etdiyi, yəni qardaşlarımızın tərtib etdiyi, Allahın vəhiy elmi sayəsində tərtib etdiyi duaları inşallah diləyək Allahdan, güvənək Allaha inşallah. Sonra isə dünən yəni ki, qaldığımız yerdən, yəni qiraətə, tilavata davam edərik inşallah Allahın izinlə. İndi Allah vaxt ərzində neçə ayə indi imkan eləyəriksə, vaxt olarsa, neçə ayə olarsa söyləyərik, yəni qiraət edərik. Yəni Allah istədiyi qədər, istədiyi kimi şükür olsun Allah. Yəni bu elə bir şeydir ki, bu hansısa bir şəxsin əlində olan şey deyil, bu Allah tərəfindən yəni olan yəni ki, elmdir, vəhdir. Allah nə istəsə, nəyi söylətsə, nə qədər izin versə, icazə versə, bir o qədər yəni ki, inşallah qiraət edərik, tilavət edərik. Güvənik Allah ilə şeytandan müraciət etmişdən. İsmi ilə Allahın, Rəhmanın, Rəhimin, Rəbbimiz, sənin izninlə və yardımınla başlayırıq mübarək Quranın çevrilməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Vasitə axtarıq üzərinə. Səni özümüzə arxa vəkil bilib, sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və şükürünlə rəvan et. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabından. Bağışla bizləri, rəhm et, sən rəhm edənlərin ən yaxşısısan. Qəlblərimizdən kini, küdürəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən pis, naqis şeyləri silib atmaqda bizlərə kömək et. Nəfsimizi, ruhumuzu, canımızı, əqlimizə tabi etməkdə bizlərə yardım et Allahım mənim. Və ən gözəl neymətlərindən olan neyməti, şəhadəti bizlərə də qismət et. Bir də Allahım mənim sənin ismin izni və yardımla başlayırıq. Dünənləri, hələ 2-ci surənin, səhv etmirəmsə 153-cü ayəsini qiraət etdik. İnşallah bu günləri Allahın izni ilə 154-cü ayəsindən qiraət tilavata başlayırıq və bir də nəzərinizə çatdırım ki, inşallah, yəni ki, qismət olarsa, yəni 4-ə 1, 5 dəqiqə, 3 dəqiqə, 10 dəqiqə, o baxır da vaxtdan asıdır. İnşallah, vaxt ərzində inşallah qismət olarsa, yəni gün batandan əvvəl Allahın bizlər üçün mübarək Qurandan açıb öyrətdiyi o gün ərzində 5 vaxt vacib olan yalvarışdan, diləkdən artıq üçüncüsü olan, gün ərzində üçüncüsü olan, gün batandan əvvəl dilək yalvarışın inşallah qismət olsa, yəni qalxıcıyam Allahın izindən yerini yetirməyə. Yəni kim də inşallah əgər etməyibsə və yaxud kimsə belə deyək ki, müstəhəb edəcəksə və s. və axır inşallah yəni məlumat verməyə istədim sadəcə olaraq. İsmi ilə Allahın, Rəhmanın, Rəhimin və deməyin o kəsləri üçün ki, qətl olunurlar Allahın yolunda ölüdürlər. Bəli, diridirlər və lakin siz şuursuzsunuz. Bəli, şükür Allah, Allah öyrədir bu ayədə ki, bəli, o kəslər ki, Allah yolunda ölürlər, hansı ki biz, yəni, belə deyək ki, biz indi görürük ki, hal-hazırda yaşadığımız zamanda, yəni ki, Allahın bəndələri üçün, hansı ki, o, nə bilim, o imamlardır, rəsullardır, o Allahın seçilmiş o bəndələri var ki, bir
nə bilim, öz vaxtında, yəni zəmansında yaşayıb və sonra belə deyək, şəhid olub, ölüb, Allah yolunda öldürülüb. Və onlar üçün nə cür, hələ bu günün özünəcən, nə cür, yəni ki, matəm tuturlar, yas tuturlar, ağlaşma qururlar, nə bilim, özlərini zəncirləyirlər, min cür oyundan çıxırlar, belə deyək ki. Amma ki, Allah və həmçinin, yəni ki, bir yağ dualarda da qiraət eləyəndə axırda, yəni ki, o dualarda oxuduq ki, bəli, ən gözəl nimətlərindən olan nimət-i şəhadəti də bizlərə qismət edir. Və başqa ayəsində də var, yəni ki, bu Quranın içində, bu ayətlərin içində də var ki, bəli, o deyir, o kəslər ki, deyir, yəni ki, Allah yolunda öldürülürlər, onlar ölü deyil, onlara ölü deməyin də, onların Rəblərinin yanında ruziləri var. Onlar diridirlər, Rəblərinin yanında ruziləri var, şükür olsun Allah. Yəni, Allahın öyrətməsinə bəli, əgər, indi belə düşüncə ilə fikirləşsək ki, əgər bu Allahın ən gözəl neymətidirsə və bu kəs, şəxs, belə deyək ki, Allah yolunda öldürülübsə, ona heç vaxt ölü demək olmaz və onun üçün, yəni ki, bu mənim şəxsi fikrimdir, onun üçün ağlamaq, sızlamaq olmaz. Nabarod, necə deyərlər, əksinə, həmən günü, belə deyək ki, bayram etmək lazımdır. Çünki o görünə məqama çatıb ki, Allahın o öyrətdiyi, bu bizlərə Quranda öyrətdiyi o gözəl neyməti olan o şəhadəti o kəslərə qismət etsin, edib. İnşallah biz də diləyirik hər dəfə duada Allahdan ki, bəli, Allah bizləri də inşallah o məqama inşallah qismət etsin, yetirsin ki, bizləri də, yəni ki, onsuz da öləcəyik, ya hələ-hələdən bəl-bələ, onsuz da bu vaxt çatacaq bu zaman. Hər bir Allah yenə də bu Quranda öyrədir ki, bəli, hər bir nəfs kəs yoxdur ki, ölüm tamını dadmasın. Onsuz da bu tamını hər bir kəs dadacaq. 1 il gec, 5 il gec və yaxud tez və s. və ilaxır. Və hər bir kəs də qayıdıb Allahın huzuruna, yəni sual olunacaq. Və onun üçün də Allah yolunda öldürülsək, yəni ki, daha gözəldir. Ona görə də biz dualarımızda bunu, deyək ki, Allahdan diləyirik hər dəfə ki, bəli, ki, Allah, inşallah Allah bizlərə də o neyməti qismət etsin, dadızdırsın və yardım etsin bizlərə ki, o məqama biz yetişə bilək Allahın izni və yardımı ilə. Və imtihan edərik sizi xofdan və aclıqdan və nəqs maldan və öz nəfsinizdən və səmaratlardan olan bir şey ilə və bəşarət səbr edənlərə. Şükür Allah, bəli, Allah 155-ci ayəsində öyrətdi bizlərə ki, bəli, deyir, imtihan edəcək sizi, Allah xəbərdarlıq eləyir, imtihan edəcək sizi, nəqs maldan, canınızla, malınızla, xəstəliklə, kasıbçılıqla, belə deyək ki, çoxluqla, azlıqla imtihan edəcəkdir. Müjdə, bəşarət, səbr edən kəslərə şükür olsun. Bəli, o kəslər ki, səbr edirlər, Allah onların mükafatını verəcək. Bir başqa ayətdə də Allah bu mübarək Quranda yəni ki, öyrədir ki, bəli, bu sınaqdır. Allah bununla deyib, biz siz deyib, bunu imtihan edirik ki, ta bilək sizdən, seçək sizdən Allaha inanan kəsləri, yəni ki, məlum etsin Allah sizdən o kəslər ki, yəni həqiqətən də Allaha inanan kəsdirlər, təqvalı olan kəsdirlər. Və o kəslər ki, onda ispat edir onlara müsibət deyirlər. Həqiqətən biz Allah üçünük və həqiqətən biz ona tərəf müraciət edəcəyik. Bəli, və hər bir kəs, inanan kəs, özünü belə deyək ki, Allah adamı, mömin sayan olan kəs, bu ona yetişəndə, nə deməlidir? Allah öyrədir burada. Deməlidir ki, həqiqətən biz Allah üçünük və həqiqətən biz ona tərəf müraciət edəcəyik. Bəli, inanan kəs, yəni ki, Allaha o siddiq olan kəs bu ifadəni söyləməlidir. İstəyir gözünün qabağında, belə deyək ki, balası öldü və yaxud da qardaşı, hər kim neysə, hər hansısa bir yaxını, əzizi öldü və yaxud bir zərər gördü, bəli, o dərhal, yəni ki, Allaha yad etməlidir və bu sözləri yəni işlətməlidir, şükür olsun Allaha. Həmin onlardır ki, üzərlərində salavat var Rəblərindən və rəhmət və həmin onlardır hidayətlilər. Həqiqətən Səfa və Mərva şüarındandır Allahın və kim həc evi ya imarəti yoxdur günah üzərində onun ki,
təvaf etməsində ikisi ilə və kim könüllü seçər xeyri və həqiqətən Allah şakirdir, alimdir. Həqiqətən o kəslər ki, gizlədirlər, nə ki, nazil etdik biz bəyanatlardan və hidayət ondan sonra ki, bəyan etdik onu insanlar üçün kitabda. Həmin onlardır ki, lənətləyir onları Allah və lənətləyir onları lənətləyənlər. Bəli, Allah bu ayəsi ilə də öyrədir bizlərə ki, bəli, yəni Allahın verdiyi o elmdən, belə deyək ki, o savaddan öyrətməsindən, şükür olsun Allah, biz bildiyimizə görə Allahın izni, Allah istədiyi qədər, yəni ki, gizlətməyə haqqımız yoxdur, şükür olsun Allah. Biliriksə, necə deyərlər, necə ki, vaxtı ikən mən bilmirdim, mənə deyildi, yəni ki, Allaha tərəf hidayət olundum Allahın izni və yardımı ilə, şükür olsun Allah. Və həmçinin mənim də borcum, belə deyək ki, bizlərin də borcu, bu şeyi daim insanların yəni ki, nəzərinə çatdırmalıyıq. Əgər etməsək, Allah deyir ki, Allah onlara lənət edir. Həmişəlikdirlər orada, olmaz xəfif onlardan əzab və onlar nəzərə alınmazlar. Və ilahiniz sizin ilahidir vahid, yoxdur ilah, ancaq o rəhmandır, rəhimdir. Həqiqətən xəlq olunmasında səmaların və ərzin və ixtilafında gecə və gündüzün və gəmi, hansı ki cari olur dəryada, nə ilə ki faydalandırır insanları və nə ki nazil edib Allah səmadan su və diri etməsində onunla ərzi, ölümündən sonra və onda küllü canlılardan qaldırılmasında və sərfində küləklərin və buludun tabeliyi altında səmanın və ərzin ayətlər var, əql edən qövm üçün. Və insanlardan var kim ki götürür Allahdan başqa taylar, sevirlər onları Allahı sevən kimi. Bu o kəslər ki, inandılar, şiddətlidir sevgiləri Allah üçün. Və əgər görsəydilər o kəslər ki, zalimdirlər, onda görəcəklər əzabı ki, həqiqətən qüvvət Allah üçündür cəmiyyən. Və həqiqətən Allah şiddətlidir əzabda. Bəli, şükür Allah, biz bu günləri də elə həyatımızda hal-hazırda, yəni bu Quran, bu insanların söyləməyinə baxmayaraq, Allahın öyrətməsi ilə Allah öyrədir bu mübarək Quranda ki, bəli, bu həmişə bahardır, bu hər zamana, yəni ki, aiddir. Ona görə də biz öz zamanımıza, yəni ki, nəzər sallıq. Bəli, bu gün insanların çoxsu yox, əksəriyyəti insanların, bəli, Allaha şərik qərar verməklə məşğuldurlar. Allahdan başqa taylar götürüblər. Allahdan da artıq onları sevirlər. Yəni bu tək belə deyək ki, yəni ki, bütxanalar var sözsüz cürbəcür yerlərdə, cürbəcür belə deyək ki, atlarda. Amma tək bu yəni ki, söhbət bütxanalardan getmir. Bu evladdır, qadındır, nə bilim, var-dövlətdir, işdir və yaxud sahədir. Yəni ki, neysə o dünyada o belə deyək ki, mənfəət olan şeylərdən də hələ insanlar var ki, bəli, yəni ki, Allahdan çox yəni sevirlər, büt kimi götürürlər özlərini və həmçinin və Allahdan da artıq sevdikləri, belə deyək ki, bütlər var. Cürbəcür vaxtlarda ziyarət edirlər, nə bilim, qurban kesirlər, neynirlər və s. və ilaxır. O kəslər ki, inandılar, şiddətlidir sevgiləri Allah üçün. Və əgər görsədilər o kəslər ki, zalimdirlər, onda görəcəklər əzabı ki, həqiqətən qüvvət Allah üçündür cəmiyyən. Həqiqətən Allah şiddətlidir əzabda. Bəli, həmən gün o pərdələr götürüləcək, həmin o kəslər, onda ki, görəcəklər ki, bəli, o pərdə ki, gözlərindən götürüləcək həmən gün, Allah görsədəcək onlara o etdikləri, necə deyərlər, əməllərini və səhvlərini və onda peşman olacaqlar və onda artıq, necə deyərlər ki, gec olacaq, şükür olsun. Onda da Allah bu Quranda öyrədir ki, bəli,
bir-birinin üstünə atıcı ilə, iftira atıcı ilə, o deyir ki, nə bilim, filan kəs olmasaydı biz hidayət olunardıq və yaxud filan kəslər bizi çaşdırdı və s. və ilaxır. Bu cür ayətlər var. Onda ayrıldı və tabiqlər. Onda ayrılacaq o kəslər ki, tabe idilər, o kəslərdən ki, tabedirlər və görəcəklər əzabı və qət olacaq onlarla əlaqələr. Və deyəcəklər o kəslər ki, tabedirlər, əgər həqiqətən mümkün olsaydı bizim üçün bir kərə qayıtmaq və ayrılardıq onlardan, nə qədər ayrıldılar bizdən. Belə göstərər onlara Allah əməllərinin həsrətini üzərində və deyil onlar otdan xaric. Bəli, həmən gün o peşmançılıqlarını gizlədə bilməyəcəklər. Həmən gün, necə deyərlər, şəxsi vaxtı eləyəcəklər, vuracaqlar başlarına, peşmançılıqlarını gizlədə bilməyəcəklər. Amma onda isə, necə deyərlər, artıq gec olacaq. Və bir İnşallah ayəni qiraət edəyək buradan. Varidə var, həmin bu. Surə 20-ci ayəsində olmalıdır, səhv etmirəmsə. Bəli, həmən gün artıq gec olacaq. O peşmançılıqlarını gizlədə bilməyəcəklər və bir-birini hansı ki, bu həyatda belə deyək ki, onlara sitayiş edirdilər, o kəslərdən yəni ki, uzaq olmağa çalışacaqlar. Bəli. 25-ci surənin 27-ci ayəsindədir. O gün ki, zalim əlini dişləyərək deyər, kaş ki, mən Rəsul ilə birlikdə yol tutaydım. Bəli, həmən gün o dişləyəcək barmağını peşman olacaq və Rəsulun, necə deyərlər, indi hansı ki, necə deyərlər, qəbul etmək istəmədiyi Rəsulu həmən gün haqq olduğunu biləcək. İndi də bilir, sadəcə o təkəbbürlüyündən, necə deyərlər, qəbul etmək istəmir. O gün zalim əlini dişləyərək deyər, kaş ki, mən Rəsul ilə birlikdə yol tutaydım, vay olsun mənə, kaş ki, filan kəsi dost tutmayaydım. Onun dostluğu məni zəlalətə saldı yad etmədən, ondan sonra ki, gəldi mənə və şeytan insanı tərk edən olar. Bəli, həmən gün vaxtı eləyəcək, amma gec olacaq və onda başa düşəcək ki, bəli, bu şeytan əməlindəndir və şeytan da, burada öyrədir Allah ki, bəli, şeytan da insanı tərk edən olar. Bəli, şeytan özü Allahın quludur, Allaha qulluq eləyir, Allaha bəşər öz vəzifəsini yerinə yetirir. Və necə ki, 14-cü surənin 22-ci ayəsində ki, Allah öyrədir bizlərə ki, bəli, orada o diyaloqu öyrədir bizlərə ki, bəli, həmən gün şeytanı məlamət edəcəklər. Şeytan da deyəcək ki, Allah da vəd verdi, mən də vəd verdim. Mən öz vədimə xilaf çıxdım və məni yox, özünüzü məlamət edeyim. Və həmçinin 59-cu surənin 15-ci ayəsində deyəsən, deyir ki, bəli, orada da deyir ki, onda deyir ki, mən özüm deyir, Allahdan qorxuram. Və həmçinin 33-cü surənin 67-ci ayəsində deyir ki, və dedilər Rəbbimiz, bəli, o 66-dan qiraət edeyim, o gün ki, çevrilər üzləri oda tərəf, onda deyərlər, kaş ki, biz itaət edəydik Allaha və itaət edəydik Rəsula. Və dedilər, Rəbbimiz, biz itaət etdik seyidlərimizə və böyüklərimizə və onlar bizi yoldan zəlalətə saldılar. Rəbbimiz, əta et onları əzabdan 2 qat və lənətlə onları böyük lənətlə. Bəli, həmən gün indi onlara, belə deyək ki, arxazları düşdükləri kəsləri Allahın hüzurunda Allah öyrədir. Biz qeybi bilmirik, Allah nə öyrədir, biz onu bilirik. Bəli, həmən gün məlamət eləyəcək, lənətləyəcəklər bir-birini. Ki, bəli, biz seyidlərimizə, böyüklərimizə tabi olduq, onların əzabının 2 qat artıq eləcəyinə, onlar bizi, yəni ki, sənin yolundan saptırdılar, azdırdılar. Amma isə Allah, yəni ağıl verir, bu Quranda ağıl sahiblər ki, hər bir kəs, yəni ki, fikirləşməlidir. Şükür olsun Allah alimlərin Rəbbinə.
Bəli, inşallah qiraət edək. 168-ci ayəsindən. Bismillahirrahmanirrahim. Ay insanlar, yeyin nədən ki, ərzdə halaldır, teyyibdir və tabi olmayan xətlərindən şeytanın. Həqiqətən o, sizin üçün ədavətlidir aşkar. Həqiqətən əmr edir sizə pisliklə və fahişəliyi ki, deyəsiniz üzərinə Allahın. Nəyi ki, bilmirsiniz. Bəli, şeytanın vəzifəsidir. Şeytan öz Allaha mütiliyin, qulluğun edir, yerinə yetirir. Və onda ki, deyildi onlar üçün tabi olun, nə ki Allah nazil edib, dedilər. Bəli, tabi feilinə atalarımızın, vəsəgər oldu ataları bir şey xəlq etməyən və hidayət olunmayanlar. Bəli, bugün deyəndə insanlara deyirlər ki, əşi, Allah bir şey nazil etməyib. Bəlkə əşi, bu keçmiş, başqa ayədə də var, deyir, bu keçmişin, deyir, əsatiridir, deyir. Allah bilir kim yazıb, kim tərəfindən gəlib, adını qoyublar ki, yəni ki, Allah tərəfindən gəlib. Yəni ki, biz ata-babadan belə şey görməmişik. Biz atamız, babamız nə cür ibadət eləyib, nə onlardan ağıllısınız, biz onların arxasıcan gedir. Onlar necə edirlər, biz də eləsinə ibadət eləyib. Və məsələ o kəslərin ki, kafirdirlər, o kəsin məsələ kimidir ki, səsləyəndə onu eşitmir. Ancaq dua və nida, kar, lal və kördürlər və onlar əqil etməzlər. Bəli, bu günləri də Allahın öyrətməsinə, göstərməsinə, bəli, insanları ki, çağıranda Allaha tərəf, bəli, onların necə də kör, kar, lal olduqlarını Allah açıq-aşkar göstərir bizlərə. Nə deyirsən deyə, öz dediyindən əl çəkmir. Sual verir, sualına cavab verirsən, ayətləri göstərirsə ona, amma yenə də öz bildiyin elə deyir, yox, bu sualın cavabını təzdən ver mənə. Ay kəslər ki, inanırsınız, yeyin təyyibətdən nə rizqləndirmişik sizi və şükür edin Allah üçün, əgər oldunuz təkcə ona ibadətlilər. Həqiqətən haramdır üzərinizə sizin meyid və qan və əti donuzun və nə ki kəsilib Allahdan qeyrisi üçün. Və kim məcbur olarsa, pislik etmədən və həddi aşmadan, yoxdur günah üzərində onun. Həqiqətən Allahğafurdur, rəhimdir. Həqiqətən o kəslər ki, gizlədirlər nə ki nazil etdi Allah kitabdan və alver edirlər onunla az qiymətə. Həmin onlar bətinlərinə yeyirlər ancaq od və kəlmə kəsməz onlarla Allah qiyamətin günü və paklamaz onları. Və onlar üçün əzab var, ələmli. Həmin onlar o kəslərdir ki, alver etdilər zəlaləti hidayətlə və əzabı məxfirətlə və nə ki, səbirlidirlər onlar üzərində odun. Bu ona görədir ki, həqiqətən Allah nazil edir kitabı haqq ilə. Bəli, Allah nazil edir kitabı haqq ilə. Demirə, nazil edib. Nazil edir. Bəli, bu Quran hər zaman nazil olur, şükür olsun Allaha. Necə ki, Allah həmçinin 17-ci surənin 106-cı ayəsində öyrədir ki, bəli, biz nazil etdik onu, nazil olan. Bu hər zamana, hər vaxta, belə deyək, hər devrə aiddir. Hər zaman nazil olur öz zamanına görə. Və həqiqətən o kəslər ki, ixtilafdadırlar kitab barədə, çox uzaq şəqavətdədirlər. Deyil yaxşılıq ki, çevirəsiniz vətinizi qibləsinə məşriqin və məğribin. Və lakin yaxşılıq kim inandı Allah ilə və günü ilə axırın və mələklərə və kitaba və nəbilərə və əta edər malı onun məhəbbəti üzərində yaxınlara və yetimlərə və miskinlərə və yol oğluna və sual edənə və qullara və ayağa qalxar islahata və əta edər zəkatı və vəfa edərlər əhdləri ilə onda ki, əhd etdilər və səbirlidirlər bədbəxtlikdə və zərərdə və pislik vaxtında. Həmin onlar o kəslərdir ki, sadiqlərdir və həmin onlardır müttəqilər. Ay kəslər ki, inanırsınız, yazıldı sizin üzərinizə qisas qətildə. Hür, hür ilə və qul, qul ilə və qadın, qadın ilə və kim əff ola qardaşından bir şeylə və tabelik mərifətlə və əda onun tərəfinə ehsan ilə
Bu təxəffüfdür Rəbbinizdən və rəhmət. Və kim həddi aşarsa, bundan sonra və onun üçün əzab var ələmli. Və sizin üçün qisas da həyatdır. Ay ulu ağıl sahibləri. Ola ki, təqvalı olasınız. Bəli, Allah bu mübarək Quranda bütün nə lazımdırsa insana, bəşərə nə lazımdırsa, hər bir şeyi xırdalığına yəni ki, öyrədir, nazil edib və necə deyərlər, necə də gözəl, yəni ki, tərbiyə verir bu vasitə ilə öz bəndələrinə və bu Quran da ağıl sahibləri üçündür və bu ayədə də Allah, yəni qisas barəsində bizlərə söylədi, izah etdi, şükür olsun Allaha ki, bəli, və deyir, sizin üçün qisas da həyatdır, ay ulu ağıl sahibləri, ola ki, təqvalı olasınız. Allah bu Quranda nəzər salsaq, həmişə əminamanlığa, sülhə, bağışlamağa, rəhm etməyə, yəni özünə məxsus olan sifətlərə çağırır, şükür olsun Allah, yaxşılığa çağırır Allah. Onun üçün də öz bəndəsinə də, öz quluna da öyrədir bu mübarək Quran, bu ayətlərin vasitəsilə ki, yəni pisliyin qabağını, yəni pisliyə yaxşılıq etməyə öyrədir. Yəni həmçində bu ayənin içində deyir ki, bəli, sadaladı bizlər üçün. Yəni hər bir qisasın, yəni ki, əvəzi vardır. Allah qoyub qisas hökmündə ki, bəli, mübarək Quranda biri sənin misal üçün qardaşı vurdu, öldürdü, sən də onun qardaşını vurub öldürə bilərsən. Və yaxud atını öldürdü, vurub atasını öldürə bilərsən. Və s. və ilaxır, bu cür. Yəni ki, izah edir bizlərə. Və sonra isə deyir ki, və sizin üçün qisas da həyatdır, ay ulu ağıl sahibləri. Ola ki, təqvalı olasınız. Bəli, Allah bunda da deyir ki, sizin üçün həyat qoyub. Sözsüz deyir, ay ulu ağıl sahibləri, ağıl sahibləri üçün qoyub. Və sən onu, belə deyək ki, o kəsin sənin qardaşı öldürüb, sən onun qardaşını öldürsən, bu sənin üçün günah deyil, amma savab da deyil. Sən, necə deyərlər, əvəz olaraq, yəni ki, o sənin qardaşı öldürdüyünə görə öldürürsən. Amma bağışlasan, daha gözəldir. Çünki Allah başqa ayətlərində var, Allah cürbəcür ayətlərdə öyrədir və həmçinin bir ayəsində öyrədir ki, deyir, onlar səndən sual edirlər ki, nəyi infaq etsinlər? Deyir, söylə, əhvi, yəni bağışlanmağı, infaq etməyi Allah əmr edir. Və 5-ci surəyə nəzər salsaq, əgər, orada da 5-ci surənin deməli 27-ci ayəsindən 31-ci ayəsindən səhv etmirəmsə əgər, orada yəni ki, adam övladlarından danışır, yəni ki, bir-birini qətl edir və 32-ci ayəsində isə Allah orada deyir, bəli, yəni izah edir orada ki, bəli, əgər hər bir kəs bir nəfəri öldürərsə, o deməli bütün dünya insanların öldürməyə bərabərdir və bir nəfəri əgər dirildərsə, deməli o bütün dünya insanların diriltməyə bərabərdir. Və həmçinin Allah bu qisas hökmündə də həmin o şansı, o inanan kəsə, o insana, yəni alim olan kəsə, ağlı olan kəsə, necə deyərlər, Allahdan qorxan kəsə bu şansı verir burada ki, bəli, onun həyatını bağışlamaqla, onu diri etməklə, bütün dünya insanların diri etməyini, yəni savabını belə deyək ki, bərabər şəkildə tutur, şükür olsun Allaha. Və bu Quran da ağıl sahibləri üçün və insan da, necə deyərlər, bu barədə düşünməlidir. Onun üçün də burada deyir ki, bəli, və sizin üçün qisas da həyatdır. Ay ulu ağıl sahiblər, ola ki, təqvalı olasınız. Bəli, bunda Allah həyat qoyub. Bu qisas hökmündə də Allah söyləyir ki, yəni günahı yoxdur, eləyə bilərsən. Amma, yəni ki, sözsüz bizlərə nə lazımdır? Allahın xoşuna gələn sifəti, belə deyək, işi görmək, vəzifəni yerinə yetirmək. Yəni, Allahın xoşuna gələn əməli etməyi Allah bizlərə öyrədir bu mübarək Quranda. Burada deyir ki, əgər deyir, bağışlasan səni çıx elədir və deyir, bu da həyatdır, bu sınaqda da, bu, yəni ki, qətildə də Allah sizin üçün, yəni ki, həyat qoyub. Sözsüz deyir, ay ulu ağıl sahibləri, o əzim olan, ulu olan ağıl sahibləri üçündür bu. Və kim dəyişərsə onu eşitdikdən sonra və həqiqətən onun günahı üzərindədir o kəsin ki, dəyişdirirlər onu. Həqiqətən Allah səmidir,
alimdir. Və mənim şəxsi fikrimdir, şəxsən mənim şəxsi fikrimdir. Kimsə mənimlə razılaşa bilər və yaxud da əksər insan razılaşa bilməz. Mən bu barədə bir söz deyə bilmərəm. Mən sadəcə olaraq öz fikrimi bildirmək istəyirəm ki, bəli, mən bu Quranı qiraət edirəm və bu Quranda çox yerdə mən demək olar ki, bütün Quran boyu Allah burada öyrədir ki, bəndəsinə bağışlamağı, rəhm etməyi, nə bilim, o necə deyir, o cahillər inanana deyir, cahillər sizə söz atanda deyin onlara sülh, əminmanlıq, salam deyin və həmçinin bu qisas hökmlərində öyrədir və biyaqları, yəni ki, dediyim o ayədə ki, deyir ki, bəli, deyir, sizəndən soruşurlar ki, nəyi infaq etsinlər, diginən ki, əffi və s. və laxır bu cür ayətlər çoxdur. Və Allah yaxşılığa, yəni ki, artıq əvəz verir, pisliyə misli qədər cəza verir və s. və laxır bu cür ayətlər çoxdur. Əgər bu Allahın bəndəsi, belə deyək ki, Allahın seçilmiş bəndəsi bu ayətləri, hansı ki, üzərinə nazil olub, indi Məhəmməd əleyhissalama bu mübarək Quran, bu ayətləri Allah indirib onun üçün və onun, yəni ki, bilirsə, belə deyək ki, buna tabe edirsə, bu ayətləri bilirsə, 5-ci surənin 32-ci ayəsində həmçinin bilirsə, bu Allahın qulu, bəndəsi nə cür hansısa bir şəxsi, belə deyək ki, qılıncla mı, nə bilim, bomba ilə mı, necə ki, indi zamanda var özlərinə Hizbullah, nə bilim, nə cürbəcür Allahın dini adından özlərinə ləqəb qoyub, min cür oyundan çıxan, bu yer kürəsində min cür oyundan çıxan insanlar var. Bu nə cür, yəni ki, kimisə, yəni, qətil edə bilər. Bu, Quran ağıl sahibləri üçün, ağılla fikirləşəndə isə, bəli, Allahın öyrətməsi ilə bu şey mümkün deyil. Deməli, bu şey hamısı insanların iftiralarıdır, iftira yaxırlar Allahın bəndələrinin üzərinə. Və kim xoflandı vəsiyyət edəndən əyrilik, ya günah və islah edə arasında onların və yoxdur günah üzərində onun, həqiqətən Allah qafurdur, rəhimdir. Ay kəslər ki, inanırsınız, yazıldı üzərinizdə sizin oruc, nə qədər yazıldı üzərinə o kəslərin ki, sizdən qabaq. Ola ki, təqvalı olasınız. Şükür Allah. Və burada bu günləri insanlar, müsəlmanlar oruç tuturlar. İldə bir ərşi, şəhər. Biz indi ərşik deyirik, yəni ki, ay. Oruç tuturlar il ərzində. Və Allah burada deyir ki, ay kəslər ki, inanırsınız. Allah burada inanan kəslərə müraciət elədi. Yazıldı sizin üzərinizə sizin oruc. Nə qədər yazıldı üzərinə o kəslərin ki, sizdən qabaq ola ki, təqvalı olasınız. Sizdən qabaqkilərin üzərində necə yazılmışdı, o cür deyir, sizin üçün yazıldı bu oruc, yeməz. Ola ki, təqvalı olasınız. Deməli, Allah öyrədir ki, sizin üçün necə yazılıb, yəni sizdən qabaqkilər üçün də o cür yazılıb. Necə ki, Allah, belə deyək ki, 42-ci surənin səhv etmirəmsə 13-cü, 14-cü ayəsində deyir. İnşallah bir də ona baxaq, qismət olsa. 42-ci surənin 13-cü ayəsidir səhv etmirəmsə, əgər səhv etmirəmsə inşallah. Bəli, həmd olsun Allaha. 42-ci surənin 33-cü ayəsində deyir ki, Allah şəriət etdi sizin üçün dində, qanun etdi sizin üçün dində. Nə ki, şəriət vəsiyyət etmişdi onunla Nuha. Nə cür sizə deyir, vəsiyyət edir şəriətdə, dində, yolu necə görsədir şəriəti, qanunu, şəriət qanunudur da. O cür də deyir, vəsiyyət etmişdi onunla Nuha. Yəni, Nuha nə cür vəsiyyət etmişdi, sənə də o cür vəsiyyət edir. Allahın qanununda, sünnətində dəyişiklik yoxdur və Allah bir başqa ayəsində deyir ki, bəli, heç vaxt tapa bilməsən Allahın sünnəti üçün artırılaraq dəyişiklik və heç vaxt tapa bilməsən Allahın sünnəti üçün əskildirərək dəyişiklik. Nuha və odur ki, vəh edirik sənə və nə ki, vəsiyyət etmişdik onunla İbrahimə və Musaya və İsaya ki, ayağa qalxın din üçün və firqələrə bölünməyin onda. Böyükdür üzərində müşriklərin, nə ki çağırırsan onları ona tərəf. Allah seçir kimi istəyir.
və hidayət edir ona tərəf. Kim qayıdır? Bəli, bu deyir, böyükdür üzərində bəli, şəriət etdiyi sizin üçün dində və Nuha və arxasından bir-bir sadalayır Allahın rəsullarından bir neçəsinin adını ki, İbrahimə və Musaya və İsa'ya ki, ayağa qalxın din üçün, yol üçün və firqələrə bölünməyin onda, böyükdür üzərində müşrikləri, nə ki, çağırırsan onları ona tərəf. Bəli, hamısını eyni şeyi vəsiyyət edib Allah ki, bəli, qalxın ayağa din üçün, yol üçün, Allahın bu buyurduğu haqq olan, vahid olan, bu Allahın mübarək Quranında göstərdiyi yol üçün və deyir, firqələrə bölünməyin, bəli, hissələrə bölünməyin. Bir çox ayətlər var, inşallah vaxt olsa indi belə deyək ki, söz yetişsə inşallah onları da qiraət edər, o müşriklərə aid olan dinləri, Allahın dinini firqələrə bölən kəslər haqqında, Allah onlara nə ad verir və nə adlandırır onları. Firqələrə bölünməyin onda, böyükdür üzərində müşriklərin, nə ki çağırırsan onları ona tərəf. Müşriklər üzərində bu çox əzəmətlidir, böyükdür, ağırdır. Allah, arxası can vurğulayır, seçir, kimi istəyir. Bu, yəni Allah burada konkret söyləyir. Allah seçir, kimi istəyir və hidayət edir ona tərəf. Kim? Qayıdır. Bəli, Allah seçir, kimi istəyir və o kəsi hidayət edir ki, Allah seçir, kimi istəyir və hidayət edir ona tərəf. Kim? Qayıdır. Allaha tərəf qayıtmaq istəyən kəsi, bəli, Allah hidayət edir. Allah seçir, kimi istəyir. Bu seçim Allahındır. Bu ayənin içində də Allah öyrətir bizdə. Bu cür ayətlər var. İnşallah 22-ci surənin 75-ci ayəsində Allah orada öyrədir ki, bəli, Allah mələkdən və insanlardan öz rəsullarını seçər və sarı və ilaxır orada qardaşlar da tilavət etdilər. 16-cı surənin 2-ci ayəsi var, 40-cı surənin 15-ci ayəsi var. Bəli, Allah orada öyrədir ki, bəli, mələklərdən ruhu ilə üzərinə kimi istəyir bəndələrdən seçir və minnət qoyur, qaldırır, göndərir və həmçinin 28-ci surənin 68-ci ayəsində orada 67 yoxsa 68-ci ayəsində orada Allah öyrədir ki, bəli, seçim Allahındır, olmadı onlar üçün, seçki, bəli, bəşər üçün seçki olmur, bu seçim Allahın öhdəsindədir. Allah seçir, kimi istəyir və hidayət edir düz yola. Kim? Qayıdır, ona tərəf meyili var. Bəli, burada da deyir, ay kəslər ki, inanırsınız, yazıldı sizin üzərinizə oruc. Nə qədər yazıldı üzərinə o kəslərin ki, sizdən qabaq ola ki, təqvalı olasın. Deməli, Allah burada öyrədir bizlərə açıq-aşkar ki, Allah necə bizlərin üzərinə, yəni buradan açır öyrədir, tilavət etdirir, bu Qurandan vəh edir və o cürdə bizdən qabaqkilərə öyrədir və indi qiraət etdiyi və həmçinin 4-cü surənin 163-cü ayəsində də elə demək olar ki, oxşarən eynən həmin şeyi Allah öyrədir bizlərə oradakı. Bəli, necə sənə necə öyrədilir, vəh olunur bu Qurandan və o cürdə səndən qabaqkilərə və sar və axır başqa ayətlərinə görə də bəli, deməli Allahın sünnətində, qanunda heç bir dəyişiklik yoxdur. Allahın dini vahiddir, təkdir və Allahın qanunu da vahiddir, təkdir. O zamandan asılı olmayaraq, istər indi, istər 1400 il bundan qabaq və yaxud Nuhun dövründə və sar və axır. Günlərin müddətin və kim oldu sizdən məriz ya üzərində səfərin və müddətin günlərdən axır. Üzərində o kəslərin ki, taqətsizdirlər, ona fidyəsi təamdır miskinə və kim könüllü tutar xeyirdən və o xeyir onun üçündür. Oruc tutmağınızın xeyri sizin üçündür, əgər oldunuz bilənlər. Bəli, burada Allah öyrədir ki, 184-cü ayəsində ki, günlərin müddətin və başqa ayətlərlə indi nəzər salsaq, Allah orada bizlərə izah edəcək inşallah. Burada deyir ki, günlərin müddətin və kim oldu sizdən deyir məriz ya üzərində səfərin və müddətin günlərdən axır. Yəni mərizdir və yaxud səfərdədir, yəni ki, sonra tuta bilər.
və üzərində o kəslərin ki, taqətsizdirlər. Ona fidyəsi təamdır miskinə. Bəli. Və onun tutmursa, xastədirsə, taqətsizdirsə, bəli, Allah onun üçün, yəni ki, qoyub fidyə, yəni ki, öz yediyi təamdan qədər, belə deyək ki, o verməyi neçə gün tutmayıb, o qədər kəfarəsini çıxartmağı öyrədir Allah. Və arxasıcan deyir ki, və kim könüllü tutar xeyirdən, o xeyir onun üçündür. Bundan başqa, vacibdən başqa kim könüllü tutarsa, Allahın rızasını, razılığını qazanmaqdan ötürü və s. və axır burada Quranda sadalanıb bu barədə. O xeyir deyir, onun üçündür. Arxasıcan deyir ki, oruc tutmağınızın xeyri sizin üçündür, əgər oldunuz bilənlər. Burada Allah öyrədir ki, bəli, oruç tutmağın deyir, xeyri sizin özünüz üçündür. Yəni, bu xeyirli şeydir. Allah, yəni ki, xeyrə çağırır. Oruç tutmağı deyir, əlavə tutsuz, yəni ki, könüllü kim tutsa, bu deyir, oruç tutmağınızın deyir, xeyri özünüz üçündür. Yəni, mənfəəti, belə deyək ki, o bəndənin özünədir, xeyri özünədir. Amma insanlara nəzər salsaq, deyirlər ki, yox, axşam vaxtı yemək, 5-dən, 4-dən sonra yemək olmaz, o ziyandır, bədənə ziyandır. Amma Allah isə oruç tutmağın xeyirli olmasını söyləyir, dəvət edir inanan kəsləri, yəni ki, hansı ki biz bu günləri hal-hazırda İbrahim oğullarından da bir qism, mən bilmirəm, sayını bilmirəm, ümumiyyətlə bir qism var, bəli ki, yəni ki, əlavə olaraq, yəni ki, bu yeməzi davam elətdirir, tutur. Şəhri, yəni 30 günü görəcəkləri zaman odur ki, nazildir onda Qur'an, hidayətdir insanlar üçün və bəyanatlar hidayətdən və furqandır, yəni fərqləndirəndir. Bəli, şəhri, yəni 30 günü görəcəkləri zaman Allah bizlərə aşdı öyrətdiyi bu mübarək Qur'ana ki, bəli, şəhir, ay, əşi 30 gündən ibarətdir. Biz 58-ci surənin 4-cü ayəsinə nəzər salsaq inşallah indi qiraət edərik və bu barədə Allah orada bizlərə, yəni ki, bilgiləndirir. Görəcəkləri zaman, 30 günü görəcəkləri zaman odur ki, nazildir onda Qur'an. Bəli, indiki insanlar göydə ayı axtarırlar ki, ay olsun, yəni ki, o ayı görsünlər, necə deyərlər, o cismanı ayı görsünlər, onunla, yəni ki, orucların, yeməslərini tutsunlar. Amma burada Allah məcazi mənada söyləyir. Həmin 30 günü görəcəkləri zaman. Odur ki, nazildir onda Qur'an. Hidayətdir insanlar üçün və bəyanatlar hidayətdən və furqandır, yəni fərqləndirəndir. Və kim şahiddir sizdən şəhrə və tutsun onu, oruc onu. Və kim oldu məriz ya üzərində səfərin və müddətin günlərdən axır, istəyir Allah sizə asanlıq və istəmir sizə çətinlik və təkmil üçün müddəti və böyük tutmaq üçün Allahı üzərində hidayətinizin və ola ki, şükür edəsiniz. Bəli, deyir, odur ki, nazildir onda Qur'an. İnsanlar isə elmsizlikdən, belə savadsızlıqdan biliyorsan, o Qur'anı başlarının üstünə qoyurlar. Nə bilim, məlisi var, başına bağlayır əski ilə ki, həmin o günlərdə belə deyir ki, bu belə deyək, həmin o oruc gününün axırıncı günlərində bağlayırlar başlarına ki, bu günlərdə bu Quran, yəni ki, o nazil olacaq, beyninə girəcək. Ona görə başının üstünə qoyur. Eləsi var, əski ilə bağlayır başında ki, yəni Quran yerə düşməsin ki, o Quran onun beyninə yeriyəcək güya. Amma Allah burada deyir ki, nazil olur. Furqandır, yəni fərqləndirəndir. Və kim şahiddir sizdən şəhərə və tutsun onu oruc. Və kim oldu məriz ya üzərində səfərin və müddətin günlərdən axır. Burada da Allah öylədir ki, bəli, kim məriz oldu, səfərin üzərində oldu, belə də imkanı olmadı həmin o vacibi tutmağa və ondan sonra, yəni ki, səfərdən dönəndən sonra və yaxud da sağalandan sonra həmin o yeməzi, yəni ki, əvəzinə, belə deyir ki, tutmalıdır.
müddətin günlərdən axır. İstəyir Allah sizə asanlıq və istəmir sizə çətinlik və təkmil üçün müddəti və böyük tutmaq üçün Allahı üzərində hidayətinizin və ola ki, şükür edəsiniz. Bəli, burada Allah öyrətdi 30 günü şəhri tutmağı, odur ki, deyir, o ayə gördüyünüz zaman və burada arxasıcan vurğulayır ki, bəli, xəstə oldun, səfərdə oldun, hər hansısa bir, yəni ki, belə deyək ki, səbəbdən, yəni ki, tuta bilmədin. Sonra isə o müddəti tuta bilərsən. Və həmçinin Allah, inşallah, ola ki, şükür edəsiniz. Ayəni qutardıq. Və nəzər salsaq, biz bəli, nəzər salıb 9-cu surənin Tövbə surəsinin 36-cı ayəsinə. Həqiqətən şəhərlərin sayı Allah yanında o gündən ki, səmaları və ərzi xəlq edib, Allahın kitabında 12 şəhərdir. Gördüyümüz kimi, burada Allah deyir ki, şəhərlər, aylar, ərşiklər Allahın yanında, belə deyir ki, yer kürəsi yaranandan, yaranış yaranandan belə deyir ki, 12 şəhərdir, ərşikdir. Yəni 12 aydır. Burada onun nə adı var, nə familiyası var, nə Ramazan var, nə Şaban var və s. və ilaxır, nə bilim. Burada heç bir, nə səfər var, səfər ayı var. Yəni burada heç bir ayın adı çəkilmədi. Sadəcə olaraq Allah rəqəmi bildirdi ki, bəli, 12 şəhərdir. Yəni ildə 12 şəhərimiz var. Səmaları ərzi yaradandan tərəfə. Onlardan 4'ü qadağandır. Allah arxasından öyrətdi ki, bu 12 şəhərdən 4'ü qadağandır, haramdır, yəni hörmətlidir. Yəni haramdır. Allahın o haram buyurduğunu haram tutanda, deməli sən Allaha hörmət edirsən, Allahın hüdudunu qoyduğu hüdudunu, yəni ki o gözləyirsən, əməl edirsən, deməli sən Allaha hörmət edirsən. Budur möhkəm din. Onlarda öz nəfsinizə zülm etməyin. Möhkəm din, həqiqi doğru düzgün din. Budur. Və onlarda özünüzə zülm etməyin və hamınız müşriklərlə döyüşün. Nə qədər onlar hamısı sizinlə döyüşürlər. Və bilin ki, həqiqətən Allah müttəqilərlədir. Və arxasıdan vurğulayır ki, bəli, hamınız müşriklərlə, həmən gündə deyir, müşriklərlə hamınız döyüşün. Nə qədər onlar hamısı sizinlə döyüşürlər. Burada söhbət qılıncdan, qalxandan, topdan, tüfəkdən, bombadan, dinamitdən, tankdan, raketdən, samolyotdan getmədi. Burada deyir ki, döyüşün müşriklərlə. Necə ki, onlar sizinlə döyüşürlər. Bu, Qurandan elmi olan kəs, Allah adamı bilir ki, insan öldürmək, belə deyək ki, top, tüfəng, nə bilim, nədənsə, hansısa bir Allahın yaratdığı bir kəsi öldürməyi, qətl etməyi günahdır. Necə ki, Allah 5-ci surənin 32-ci ayəsində və s. və ilaxır çox ayətlər var. Allah o ayətləri istinad edərək Allah öyrədir bizlərə, ağıl verir də Allah. Bəli, bir kəsi yaranmışı qətl etmək olmaz, mümkün deyil. Onu sən yaratmamısan ki, sən qətl edəsən. Bəli, burada söhbət nədən gəlir? Döyüş, burada, yəni ki, məcazi mənadır. Yəni necə bu nəzər salsaq hələ Facebookda və s. və ilaxır bu internetdə və yaxud beləncə elə həyatda da görüşəndə, bəli, müşriklər, Allaha şərik qərar verən kəslər, özlərini kitab əhli sayan kəslər necə bizimlə döyüşürlər. Hal-hazırdakı zamanda da nəzər salsaq, günlərdə bəli döyüşürlər. Söhbət burada sözlə gedir. Bizim silahımız bu mübarək Qurandır. Qurandan güclü silah yoxdur. Və nə qədər onlar hamısı sizinlə döyüşürlər və bilin ki, həqiqətən Allah müttəqilərlədir. Bəli, Allah müttəqilərlədir. Ona görə də Allah o döyüş zamanı, bəli, haqqı vurur batilə və batil də itib aradan yox olub çıxıb gedir. Burada öyrətdi bizlərə 36-cı ayəsində ki, bəli, 4 şəhərdir. Və 58-ci surənin 4-cü ayəsinə də nəzər salsaq, vaxtımız da artıq tutarır. Şükür Allah.
mən başdan oxuyum, yuxarıdan oxuyum. 2-ci ayəsindən oxuyuram. O kəslər ki, zihar edir sizlərdən qadınlarından. Deyil onlar anaları onların. Onların anası ancaq o arvadlardır ki, onları doğublar. Onlar deyirlər bəyənilməyən sözdən və zor. Və həqiqətən Allah əfvidir, qafurdur. Bəli, var o kəslərdən biz nəzər salsaq, bəli, öz zövcülərini, arvadlarına mama deyirlər. Biri mamçika deyir, biri mamulə deyir. Hərə bir cür öz arvadını çağırır. Sözsüz o cahil olan kəslər. Burada da Allah tərbiyə verir, nəsihət verir. Bəli, deyir, onlar deyir, yalan və zor deyirlər. Onların deyir, anası o kəslərdir ki, onları dünyaya getirib, doğub onları. Onlar onların anaları deyil. Və hər bir şeyi, necə deyərlər, öz adı ilə çağırmaq lazımdır. Onlar deyirlər, bəyənilməyən sözdən və zor və həqiqətən Allah əfvidir, qafurdur, bağışlayandır, rəhimlidir. Haçan Allaha tərəf qaydandan sonra sözsüz ki. O kəslər ki, zihar edir qadınlardan sonra, nə ki dedilər ondan, qayıdırlar. Bu, əməli edir, sonra o sözdən, o əməldən qayıdır indi arxaya. Yəni ki, qayıdır, peşman qayıdır da Allaha tərəf qayıdır. Bir-birinə toxunmamışdan qabaq gərək bir qul azad etsinlər. Bəli, qadınla təmasda olmamışdan qabaq o əməli etdiyinə görə gərəkdir ki, Allah tərəfindən cəza olaraq bir qul azad etsin. Kəffarı olaraq. Azad etsinlər. Bununla sizə nəsihət edirlər. Və Allah nə elə ki, əməldəsiniz, xəbirdir. Allah bu cür nəsihət edir və nə əməl edirsiniz deyir ki, Allah onunla alimdir. Və arxasıdan vurğulayır. Allah rəhimli, mərhəmətlidir axı. Bir neçə vasitə qoyub da, bunu bacarmırsan, bunu elə, bunu bacarmırsan, bunu elə. Və kim tapmasa, kim bu, Allahın dediyi bu qul azad etməyi bacarmasa birdən. Və kim tapmasa, qadını ilə təmasda olmamışdan qabaq, bir şəhər, dalbadal, iki şəhər, dalbadal oruç tutmalıdır. Və kim bunu bacarmasa, deyir ki, kim qul azad edə bilməsə, onda bu cəzasının əvəzinə olaraq, yəni iki şəhər ərşi arxa-barxıya, yəni 60 gün oruç tutmalıdır. Yeməz olmalıdır. Və kim bunu bacarmasa, onda 60 nəfər miskinə təam verməlidir. Arxasından vurğuladı ki, iki ərşi oruç tutmalıdır. Kim tuta bilməsə, o sözsüz qul azad edməyi bacarmayandan sonra, iki ərşi oruç tutmalıdır. Tuta bilməsə, onda 60 nəfər miskinə təam verməlidir. Bununla da Allah avtomatik bizlərə öyrədir ki, bir ərşi, bir şəhər 30 gündən ibarətdir. Nə 29-dur, nə 28-dir, nə 31-dir. Çünki Allah öyrətdi bizlərə 9-cu surə 36-cı ayəsində ki, bəli, Allahın səmaları, ərzi və yer kürəsi yaradandan bəri Allahın kitabında, qanununda 12 ərşikdir. Və burada da öyrətdi bizlərə ki, bəli, deməli, bununla da Allahın vəhi ilə, Allahın elmi ilə Allah öyrədir bizlərə ki, bəli, deməli, bir ərşi 30 gündən ibarətdir. Oruç tutmalıdır və kim tapmaz nəfsini təam verməlidir. Və kim tapmadı qadını ilə təmasda olmamışdan qabaq iki ərşi kitabında oruç tutmalıdır və kim tapmadı, bacarmasa onda 60 nəfər miskinə təam verməlidir. Bu inanmanız üçündür Allah ilə və onun Rəsulu ilə. Bu hüdududur Allahın və kafirlər üçün ələmli əzab var. Bəli, Allah da öyrətdi ki, bəli, bu Allahın hüdududur. Ki, bunu yəni ki, ayaqlamaq olmaz. Bəli, biz indi vaxt da azdır, şükür olsun Allaha. Hələ inşallah ibadətə qalxacaq indi. Bəli, buradan da, burada Allah öyrətdi bizlərə ki, o günü deyir, gördüyünüz zaman, odur ki, ərşi, bəli, həmin deyir, ərşi gördüyünüz zaman və 9-cu surənin 36-cı ayəsində nəzər saldıq, orada Allah öyrətdi bizlərə ki, ərşiklərin sayı Allah yanında 12 ərşikdir, 14-ü qadağandır və Allahın öyrətməsindən bizlər İbrahim oğulları bu vaxtda, belə deyək ki, il ərzində 4
dörd ərşi yeməz oluruq. Və bu ayətləri nəzərə alaraq ki, burada Allah 58-ci surənin 4-cü ayəsində və həmçinin burada 184-cü ayəsində 2-ci surənin Allah öyrətdi bizlərə ki, o tutmadığım müddəti sonradan tutmağı və yaxud o xətanı edəndən sonra və başqa ayətlərdə də var, mən nəzər yetirmişəm. Yəni ki, orada deyir ki, bəli, əgər bir öldürərsə bir nəfsi 2 ərşi yeməz olmalıdır, yəni oruç tutmalıdır. Belə bir ayə oxumuşam əvvəldə. İnşallah indi qismət olsa, yəqin ki, gəlib çatarıq ona da. Bəli, bu ayətləri nəzərə alaraq İbrahim oğullar bu vaxtda, bəli deyək ki, 4 ərşi il ərzində Allahın öyrətməsi ilə, Allahın verdiyi elmlə, Allahın vəhi ilə 4 ərşi yeməzdə olurlar və bu 58-ci surənin 4-cü ayəsini nəzərə alaraq və bu bursu ayətləri nəzərə alaraq, bəli, hər fəslin birinci ərşini, belə deyək ki, yeməz oluruq vacib. O da ondan ötürü ki, bəli, əgər hansısa bir inanan o səhv edərsə, çünki Allah deyir axı, 184-cü ayəsində Allah orada bizlərə, yoxsa 185-ci ayəsində öyrətdi ki, tutmadığı günləri, yəni axır, sonra tuta bilər və həmçinin 58-ci surənin 4-cü ayəsində Allahın bizlərə öyrətdiyi kimi o 60 günü ki, bəli, o müddət qalsın ki, o vacibi tutandan sonra həmin o 60 günü də Allaha belə deyək, o borcunu, yəni ki, verə bilsin. Və o qutarandan sonra yenə də, belə deyək ki, ilin o 4 ərşi, 12 ayın içindəki o 4 ayı böləndə isə, bəli, hər 2 aydan bir gəlir bizim yemək, belə deyək ki, yeməz ərşimiz gəlib çıxır. İndi üzr istəyirəm, söz də tamam olmadı, indi vaxtımız azdır, inşallah ibadətə qalxmalıyıq. Ona görə mən burada fikrimi gərək tamamlayayım, inşallah, sonra qalxaq, ibadəti yerinə yetirir, inşallah. Allahı üzərində hidayətinizin və ola ki, şükür edəsiniz. Və onda ki, sual edirlər sənə bəndələrim məndən və həqiqətən mən qəribəm, yəni yaxınam, cavab verərəm dəvətinə dəvət edənin. Onda ki, dəvət edir məni və gərək cavab versinlər mənə və inansınlar mənə. Ola ki, raşidlər olsunlar. Bəli, Allah burada da öyrətdi 186-cı ayəsində 2-ci surəni ki, bəli, uca qüdrətli Allah doğru buyurur. Burada da öyrətdi ki, bəli, bəndələrim səndən məni soruşanda deyən ki, mən yaxınam, qəribəm, cavab verərəm dəvətinə çağıranın. Ancaq gərək ki, onlar da mənim çağırışıma cavab versinlər. Ola ki, bəlkə raşidlər, Allah adamları olsunlar. Uca qüdrətli olan Allah doğru buyurur. İnşallah qalxaq ayağa, gün batandan əvvəl dilək yalvarışın istifatını inşallah yerinə yetirək, sonra isə sağollaşarıq. Bismillah. Bağışla Allah, bağışla Allahım mənim. Sənə güvənirik əmzatından, şeytanların, güvənirik sənə onların bizim hüzurumuza gəlmələrindən. Allahım mənim, sənə yaxın olmaqdan ötürü vacib olduğu üçün, hüzuruma bir qul kimi gəlib gün batandan əvvəl dilək yalvarış salatını yerinə yetirdiyi vacib olduğu üçün, öz dərgahında dərəcəyə qəbul etir bizim yalvarışı və bağışla əffət keç günahımızdan. Allahu böyükdür. Həm şükür tərif sənə Allah üçündür, Rəbbidir aləmlərin, Rəhman, Rəhim, Malikidir günün dinin, təkdə sənə ibadət edir, təkdə səndən diləyirik. Hidayət et bizi yolun düzünə, yoluna o kəslərin ki, neymət üzərinə onların, qəzəbə düçar olanların, azanların yoluna yox. O Allah əhəddir, Allah ehtiyatsızdır, heç kəs onun evladı deyil, o da heç kəsin evladı deyil. Ona oxşar tay misil bərabər bənzəri yoxdur, olmayacaq da, Allah o böyükdür. Pak və müqəddəsdir, Allah qüdrətlilər qüdrətlisidir, ucadır Allah, eşidir Allah o kəsləri ki, onu tərif edir, Allah o böyükdür. Rəbbimiz pak və müqəddəsdir, Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir, bağışda Allah. Allah. O böyükdür. Həm şükür tərif sənə Allah üçündür, Rəbbidir aləmlərin, Rəhman, Rəhim, Malikidir günün dinin, təkdə sənə ibadət edir. Təkdə səndən diləyirik, hidayət et bizi yolun düzünə. Yoluna o kəslərin ki, neymət üzərinə onların, qəzəbə düçar olanların, azanların yoluna yox. O Allah əhəddir, Allah ehtiyatsızdır, heç kəs onun evladı deyil, o da heç kəsin evladı deyil. Ona oxşar tay misil bərabər bənzəri yoxdur, olmayacaq da, Allah o böyükdür. Pak və müqəddəsdir, Allah qüdrətlilər qüdrətlisidir, ucadır Allah, eşidir Allah o kəsləri ki, onu tərif edir, Allah o böyükdür. Rəbbimiz pak və müqəddəsdir, Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir, bağışda Allah. Allah o böyükdür, həm şükür tərif sənə Allah üçündür, Rəbbidir aləmlərin. Şəhadət verir Allahdan başqa Allah yoxdur, Allah vahiddir, əhəddir, şəriki yoxdur, şəhadət verir. Quranın ayətlərinə istinad edərək Allahın hər zamanda seçib qaldırdığı, göndərdiyi bütün Rəsulları, nəbiləri, xəbər verənləri haqdır, Rəbbim salamın olsun. Rəsullarına, nəbilərinə, Rəbbim salamın olsun, inanıb əməllərini islah edən,
bir-birini haqq ilə, səbr ilə tövsiyə edəməlilərin üzərinə. Salam olsun Allahın, salam olsun Allahın. Bağışla Allah, bağışla Allah, bağışla. Allah qəbul eləsin, Allahın salamatçılığı olsun üzərinizdə təslimlə. İnşallah Allah izin verərsə, qismət olarsa, bir daha inşallah bu yayın vasitəsində inşallah sabah eyni vaxtda görüşərik inşallah. Diləyirəm üzərinizə salamatçılığı təslimlə. Allah o böyükdür.